Hamıya salam aleyküm dostlar. Sizdən Johnny və bu gün də videonun adında da gördüyünüz kimi qardaş, qarpız partladırıq. İndi kommentdə bəziləri başlayacaq, qardaş ağıllanmadın. Ne? Ay qardaş, mən ağıllanmıram. Bu ikinci səfər qarpız partlatmağımızda prosta burada zevs yoxdur. Bir də video keçməmişdən qabaq onu demək istəyirəm ki, sizə yeni bir challenge başlayır. Pul qazandırır. Ne edir? Mən sizə onu deyirəm. Siz nə edirsiniz? Bir dəqiqə, beynim qarışdı, hə. Videonun başdan axıra kimi baxın. Orada hər hansısa bir saniyədə ulduz olacaq. Və o ulduzdan 10 dənə olacaq. Siz birini tapsanız belə, saniyəni kommentdə işarələyirsiniz. Mən də sizə kartınıza 20 manat pul göndərirəm. Düz 10 dənə ulduz var bu videoda. Ona görə də qardaş, bizim videolar başdan axıra kimi baxıb pul qazana bilərsiniz. Onun da sən tap baba. 200 manat pulun var. Sən kimdir? Hansı YouTube pul verir sizə kişi? Ona görə nə edirik? Rezinlər 1, 2, 3, 4, 5, 6, 7 bilet. Nə istəsən? 7 paçka rezin. İndi mən bir dənə bu qarpızı partlara bilməyəcəm kişi. Mən əsəb nervim oynayırsınız bu saatda. Ona görə də indidən video like edirsiniz, kanala abunə olursunuz, düşüb partlayasan qoy, cağıdarım mən sənə. Kanala abunə olursunuz, yaddan çıxartmırsınız. Keçək də çox da uzatmayaq. Bu video sizin üçün qısa olacaq, amma mənim üçün məncə çox uzun bir video olacaq. Çünki qarpız partlatmaq elə belə bir şey deyil, qardaş. Bu qılıncla vurmağa, ayağı da altında əzməyə oxşamaz. Bir də ki, biz qarpız videosu çəkəndə bəziləri durub video çəkmişik. 100 dənə qarpızlar payladım. Nə bilim nə, mənim videomdan sonra durub elə şey eləsəz, tutub ağdacam. Yəni çalışın elə şeylər eləməyin. Durub qarpızın biri belə 1 manat, 2 manat da özlərini göstərirlər də, xayb tuturlar bunlar öz aləmində. Bunlar bombadır da yəni. Pis olan bizik. Əsas rezinlər sürüşməsin. Belə amma vaxtımızı çox alacaq dəhşət. Rezini 2-2 taxmaqdansa 1-1 taxmaq daha yaxşıdır. Çünki 2 dənə taxanda daha çox vaxt alır. 1-1 taxanda daha az vaxt alır. Ona görə elə 1-1 taxmaq daha salamatıdır. Amma belə də taxmaq olur ki, rahatsın. Mən bayaqdan özümə zülüm verirəm. Bir dənə çırılıb gözümə dəyməsə yaxşıdır. Belə daha rahatdır, yox. Daha asan yolunu tapdıq. Deyir, insan bir şey elədirsə təcrübəsi artır. Gör necə rezinə, mən bildim ki, belə eləmək daha tezdir. İndi bundan sonra nə öyrənəcək, o bilinmir. Videonu bircə dəqiqəli saxlayıram. Kazino həvəskarları bu dəqiqə ekrana yaxın əyləşsin. Nəyə görə onu sizə deyim. İlk depozitinizə 300% yox, 400% mənim abunəçilərimə özəl olaraq. Nə edirsiniz? Qeydiyyatdan keçəndə Johnny promo kodunu yazırsınız və ilk depozitinizə 400% bonus alırsınız. Bundan qutarır? Təbii ki, yox. Girirsiniz öz şəxsi hesabınıza. Yazırsınız promokod bölməsində Johnny 10 və 10 manat sizin balansınıza hədiyyə gəlir Johnny'dən. Da bundan artıq nə edə bilərəm? Bir dənə gözlə. Alo. Nə? Yaxşı, yaxşı. Keç Neon Club-a sən də qazanmaq. Davay. Video çəkirəm. Bir dənə gözlə, danışarıq, davay. Ay qardaş, sən də vaxtını itirmə. Bu dəqiqə keç depoziti elə 400%-ə də ilk depozitə bonus qazan. Bunlar yalan şeylər deyillər. Bilirsiniz ki, biz yalandan reklam eləmirik. Ən əsası da maraqlı canlı yayımları izləmək istəyirsinizsə və Neon Club-dan əlavə bonuslar qazanmaq istəyirsinizsə, bizim Kick kanalımıza abunə olursunuz və orada canlı yayımları izləyərək 100 manat, 200 manat Neon Club hesabına bonus qazanırsan. Dilim dolaşdı. Daha özümü itirmişəm. Bizə necə? Neon Club-da pul tökülür. Yəni Neon Club bu dəqiqə number 1-da, it's me bu dünyada. Ona görə də keçsən qeydiyyatdan Johnny promo kodunu yazırsan, partladırsan. Nəysə qaqa, keçək videomuza. Deməli dostlar, ikinci paçkanı da vurduq, qutardıq. Bir balaca fərq hiss olunur, bilmirəm kameradan görürsünüz ya yox. Qarpız ucu içəri girmək. Bir də təzə bir dənə sxema tapdım. Nə edirəm? Kim evdə yoxlasa bilsin də, yəni bunu verirlər. Daha tez-tez tapırsa rezini. Çünki biraz əllərim yoruldu, əllərim cırılıb edir. Hələ rezinlərdən qırılır, girir bədənim əzabıma. İndi hələ ki 5-də yoxlamışam. 5 dənə rezin götürdüm. Biraz var, belə edirsən 4 dəfə, ifsiyo. 5-5 taxırsan görür. Rahat şəkildə da çətinlik çəkmirsən də, bir taxasan əlində ağı var.
Daha 5-5 taxa bilirsən. Bu daha tez variantdır. Haradasa bir saat vaxtım gedib bu şey. 3-3, 5-5, 4-4 rahat şəkildə taxa bilirsiniz. Ən salmat beləsinə qoyum. Poka keçməyədə. Gecə-gecə. Evdə də heç kim yoxdur. Oğraş nakal taza düşərəm. Ayıldan olmaz. Ava, partlayı edir reysinlər. Deyək, cırıldı bu rəhbətə get. Azdı fərqlilik, amma hiss olunur. Dostlar, deməli, qarpız get-gedə səs edir nəsə, qəribə səslər gəlir. İnşallah partlasa patoloqa dəyməz. Çünki patoloqa dəysə, rasxodum çox böyükdür. Burada bilirsiniz də Moskvada, nəinki Moskvada, Rusiyada da yəni. Hamısı natyajni patoloki vurur, yəni dartılan patologlar. Son 2 rezin paçkamız qalıbdır. 5-i getdi ucu. 5 qorxutum hava, elə bildim qarpız uçdu. Heç olmasa xəbər elə, xahiş edirəm. Çatda elə ki, bilim ki, yəni nəsə olacaq. Xəbərim olmamış patlasa, mən infarkt vuracaq, qaçacam evdə. Çünki evdə təkim görür. Bir də onu deyim dostlar, bu videonu əgər paylaşsaz dostlarınızla, onlar da videoya baxıb eləsələr, bu bizə də xeyirdir, sizə də xeyirdir. Çünki görsəm ki, bu videonun baxışı partlayır, qardaş. Çalışıb daha çox ulduz verəcəm. Çox danışmayım, sən Allah, bu partlayana yaxın xəbərim olsun. Baxaq. Aha, bilinir. $2,000 years later. 3 saatlıq əziyyətdən sonra maksimum bu hələ ki. Güzel iş verək. Bu altına görə partlanır. Əlim təmiz qarpız suyu deyə bilir. Ürəyim partladı, oğraş yalan deyə ürəyim ağırdı qorxudan. Fəryan qarpız oldu, bullet. Buna bax. Qarpız bunun içində də kişi. Buna bax sən canım. İçində qarpız. Bu da uşaq var, otağımızın halı. Qarpız, qarpız. Pərdəmiz batdı. Bu nə paketdə var, qarpız yatmışdım mən. Stolun üstü belə. İndi gəl bunu yığışdır. Nəysə dostlar, videomuzun sonuna gəldik. Niyə belə çəkirəm, onu da deyim sizə. Telefonumun zaryadkası öldü. Səndə heç kameranı bayaqdan qoymuşam, yerdə olubdu, xəbərim yoxdur. Mən də starta basmışam. Güya kamera ilə çəkiliş edir. Nəysə, öpürəm sizi. Video xoşunuza gəlsə, video like qılıb kanala abunə olmayı yaddan çıxartmayın. Bir də bu tip eksperiment videoları xoşunuza gəlsə, baxacam. Bunu davam edəcəyik, amma daha professional şəkildə çəkilişlərimiz olacaq. Bilirsiniz ki, qardaş, Sony elə belə videolar çəkmir. Hər birimizin like-ını, kommentini gözləyirəm.